Bugün 17 gün tibb işçilərin peşə bayramına həsr olunmuş xüsusi buraxılışla qarşınızdayıq. İnsan həyatına toxunan, onlara ümid verən ağ xalatlı qəhrəmanlarımızın əməyindən danışacağıq. Bu dəfə Bayraqdarda Milli Məclisin deputatı, Səy Komitəsinin üzvü İlham Məmmədov onların əməyindən, zəhmətindən danışacaq. İlham müəllim, sizi Bayraqdar layihəsinə xoş gördük. Bugün 17 iyun tibb işçilərinin peşə bayramı günüdür. Sizi və sizin timsalınızda bütün həkimlərimizi təbrik edirik. Həkimlik müqəddəs peşədir. Bir həkim yolu keçmişsiniz, tibb yolu keçmişsiniz. Bax, elə ilk olaraq buradan başlayaq. Çox sağ olun. Əvvəla mən təşəkkür edirəm ki, belə əlamətlər gündə məni dəvət etmişsiniz və yaranmış fürsətdən istifadə edərək mən də tibb işçilərini 17 iyun peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Əlbəttə ki, bu peşə bayramı sadəcə bir peşə bayramı kimi yox, bu ümumiyyətlə bəşəriyyətin ən qiymətli dəyəri olan can sağlığının qorunmasında fədakar əməyi ilə çalışan minlərlə tibb işçisinin fədakar əməyinə verilən ictimai və dövlət səviyyəsində verilən qiymətin ictimai və dövlət səviyyəsində o dəyərinin təcəssümüdür. Yəni, bilirsiniz, cəmiyyətin əsas sütunu sağlamlıqdır. Təbii ki, bəs belə olan bir halda güclü şəxsiyyət, güclü insan, sağlam və güclü insan elə dövlətin, belə deyim, əsas etibarlı bir dayağıdır, bir dövlətin, güclü dövlətin elə təməlidir. Və heç də təsadüfi deyil ki, bu fikrə sadiq qalaraq və bu fikirdən çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyev bir fikrini əsas götürərək, yəni sağlamlıq ümumiyyətlə xalqın və dövlətin ən qiymətli dəyəridir fikrini əsas götürən ümummilli liderimizin məhz buna görə də Azərbaycan səhiyyəsinin uzun müddətli inkişaf strategiyasını müəyyən etdi. Və bu strategiya bugün də Azərbaycanın prezidenti, möhtərəm prezidentimiz, zəfər sərkərdəmiz cənab İlham Əliyev tərəfindən və Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Yəni, ulu öndərimiz o fikri ki, dediyimiz ki, mən çıxışımın əvvəlində qeyd etdim ki, sağlamlıq xalqın və dövlətin ən qiymətli dəyəridir. Bu dövlət, bu bəşəriyyət, yaşadığımız bizim hamımızın evi olan bu planet, əgər sağlam insan yoxdursa, onun bəşəriyyətin dəyəri olan insan sağlam deyilsə, onun nə mənası ola bilər? Təbii ki, güclü və sağlam Azərbaycan vətəndaşı bu dövlətin əsas təməl prinsipləridir, əsas təməlidir. Və möhtərəm cənab prezidentimizin diqqəti və qayğısı ilə Azərbaycan səhiyyəsi çox uğurlu islahat yolu keçib. Bu, təkcə biz o islahatlara baxmırıq. Bu, ulu öndərimiz Heydər Əliyevin hələ Sovetlər dönəmində, yəni Azərbaycana rəhbərlik etdiyi dövrün birinci hissəsində, yəni 69-cu ildə ilk dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, yəni Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərkən, hələ o vaxtları ulu öndərimiz, indiki, bax bu Milli Məclis deyirlər, o vaxtı Azərbaycan Respublikasının Ali Soveti deyirlər. İyul ayında, yəni biz bir aydan sonra qeyd edəcək ki, ulu öndərimizin ilk dəfə deməli Azərbaycanda rəhbərlik etdiyi dönəmi tarixi və belə əlamətlər bir gün kimi və təsəvvür edin ki, iyul ayında, yəni rəhbər təyin olunan ulu öndərimiz Heydər Əliyev dekabr ayında o vaxtki Ali Sovetdə Sağlamlıq Məcəlləsinin qəbul olunması üçün təşəbbüs irəli sürmüş və Azərbaycan səhiyyəsinin inkişafı başlamışdı. Azərbaycan səhiyyəsi beynəlxalq artıq arenaya, yəni ittifaq masştabından çıxaraq beynəlxalq arenaya qədəm qoymuşdu. Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçirilməsi, indi bugün mövcud olan bir çox institutları, Topçubaşov adına Cərrahiyyə İnstitutu, Zərfə Əliyev adına Göz Xəstəlikləri İnstitutu, Travmatologiya İnstitutu və ucqar
ən ucqar kəndlərimizdə belə yeni müasir xəstəxanalar, yəni o dövrün tələbinə uyğun olaraq poliklinikalar, uşaq poliklinikaları, uşaq xəstəxanaları, ambulatoriyalar, yəni bu xarakterik bir hal idi. Hətta hər bir kəndin özündə felçer mama məntəqələri vardı. Mən, yəni, yəqin ki, sual gedişində çıxacaqdır. Mən vaxtilə Yevlax rayon mərkəzi şəhər xəstəxanasının baş həkimi işləyirdim və o vaxtı mənim rəhbərlik etdiyim Yevlax şəhərinin kəndlərində, əhatə edən kəndlərində 29 felçer mama məntəqəsi var idi. Və təbii ki, bu möhtərəm cənab prezidentimiz bu siyasəti bugün uğurla davam etdirir. Son illərdə biz o rəqəmi səsləndiririk, həmişə fəxrlə 700-dən artıq xəstəxanalar, tibb müəssisələri ya əsaslı təmir olunubdur, ya da yenidən tikilib, qurulub. Və bugün içərisində əyləşdiyimiz, bugün gördüyümüz, bax bu möhtəşəm tibb ocağı, tibb mərkəzinin özü belə möhtərəm cənab prezidentimizin belə Azərbaycan xalqına, onun sağlamlığına, güclü dövlət naminə gördüyü işlərdir. Təbii ki, möhtərəm cənab prezidentimizlə çiyin-çiyinə bu sahədə, yəni cənab prezidentimizin sosial siyasətinin əsas tərkib hissəsi olaraq insan amilinə, insan sağlamlığına yönəlmiş layihələri uğurla həyata keçirən və onun əhəmiyyətini qaldıran Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu sahədə əməyini xüsusilə qeyd etmək lazımdır. Göz xəstəlikləri, oftalmoloji xəstəliklər, oftalmologiya sahəsində, onkologiya sahəsində, irsi qan xəstəlikləri sahəsində Heydər Əliyev Fondunun və şəxsən xanım Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən, həyata keçirilən layihələr bu sahənin əhəmiyyətini daha da böyütmüşdür və təbii ki, eyni zamanda Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın və möhtərəm cənab prezidentimizin qızı Baku Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın, yəni ailə üzvlərinin hər birinin məhz sosial siyasətimizin əsas hissəsi olan insan sağlamlığına yönəlik tədbirlər Azərbaycan səhiyyəsinin inkişaf yolunu, belə deyək ki, o doğru yolda və hədəfə doğru inamla irəlilədiyinin biz şahidi oluruq. Və bugün Azərbaycan səhiyyəsi çox sürətli və yeni bir inkişaf mərhələsinə qədəm qoyur. İslahatlar silsiləsi o qədər uğurla həyata keçirilir ki, mən hesab edirəm, bunun üçün ayrıca bir veriliş lazımdır. Amma son vaxtlarda olan tədbirlərdən, əgər vaxtımız varsa, mən birini qeyd edə bilərdim. Təbii ki, ölkəmizdə səhiyyə siyasətini həyata keçirən, möhtərəm cənab prezidentimizin sosial siyasətinin əsas hissəsi olan səhiyyə siyasətini həyata keçirən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi elə bax bu günlərdə, iyun ayının 3-də çox möhtəşəm bir layihəni Azərbaycan ictimaiyyətinə təqdim etdi. Bu nədir? Bu deməli, insanların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması və qısa zaman ərzində emal olunması, data bazasında yerləşdirərək onun təhlilinin aparılmasını özündə əks etdirən tibbi rəqəmsal əkizlər sistemini təqdimat mərasimi, tibbi rəqəmsal əkiz sisteminin təqdimat mərasimi keçirildi və burada ölkənin bütün deyərəm ki, dövlət qurumlarının rəhbərləri, nümayəndələri, aidiyyəti sahənin rəhbərləri və tibb ictimaiyyətinin böyük bir əksəriyyəti Gülüstan Sarayında o təqdimatda iştirak etdik və təsəvvür edin ki, real vaxt zamanında, real vaxt anında rəqəmsal 20-yə yaxın rəqəmsal həlli emal etmək, təhlil etmək və belə deyək, insanın sağlamlığı, onun vəziyyəti, belə deyək ki, keçirdiyi xəstəliklər, qəfildən üzləşdiyi məqamlarda vaxt itkisinə qənaət edərək real vaxt rejimində o süni intellektin verdiyi imkanlardan istifadə edərək o 20 həldən birini dərhal orada tapmaq, inteqrasiya etdirmək,
araşdırmaq, təsəvvür edin ki, bu nə qədər böyük bir hesab edirəm ki, Azərbaycan səhiyyəsinin uğurudur və eyni zamanda məhz bu parametrlərə görə Cənubi Qafqaz və ümumiyyətlə Asiya regionunda, yəni rəqəmsal tibbi həllin vahid platformada birləşdirilərək Azərbaycan səhiyyəsinə, yəni səhiyyəyə xidmət etmək, onun əlçatanlığını və şəffaflığını daha da qabartmaq və önə çəkmək və bundan istifadə etmək, qeyd etdiyim kimi Qafqaz və ümumiyyətlə Mərkəzi Asiya regionunda ilk dəfədir və bu sahədə liderliyi Azərbaycan ələ alıb və ilk dəfə olaraq lider səviyyəyə yüksəlibdir. Mən hesab edirəm ki, biz doğrudan da o təqdimatda gördük ki, möhtərəm cənab prezidentimizin bu ilin 26-cı ilin fevralında imzaladığı fərmanla və yaratdığı şura Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədri olduğu rəqəmsal şuranın yaradılması məhz Azərbaycan insanının, hesab edirəm ki, rəqəmsal həllər içərisində ən vacibi məhz insan sağlamlığıdır və bunun ölkə ictimaiyyətinə təqdim olunması və artıq biz səhiyyəmizdə əlçatanlığın yeni indikatorlarından, yeni parametrlərdən istifadə edərək əhalimizə xidmət etməyin yeni bir o islahatlar çərçivəsində qeyd etdiyim bir addımını atmış oluruq. İlham müəllim, bugün sizə adınızla müraciət edəndə daha çox xoş olur, yoxsa doktor deyə müraciət edəndə? Bəli, təbii ki, parlamentdə də qeyd edim ki, mənə həmkarlarımın böyük əksəriyyəti, belə deyək də bir müraciət forması var. İlham müəllim demirlər, doktor deyirlər. Təbii ki, mən özüm isə o qənaətə gəlmişəm ki, yaşadığım bu illər ərzində, yəni az yaşım yoxdur və uzun illər fəaliyyət göstərirəm. Həm səhiyyə və həm dövlət qurumunda ictimai və siyasi bir vəzifədə çalışıram. Amma bu dünyaya bir də yenidən gəlsəydim, mən mütləq həkim olardım. Həkimlik doğrudan da siz çıxışının əvvəlində verdiyiniz o sualda var ki, həkimlik müqəddəs peşədirmi? Yəni, bəli, həkimlik doğrudan da müqəddəs peşədir. Yəni, insanın mövcud olduğu durumunda onun düşdüyü vəziyyətdə onun yanında olmaq və bir ümid işığı olaraq sən onun gözünə görünməyin, hesab edirəm ki, bunun özündə də bir ilahi bir, həm də hesab edirəm ki, bir məqam var. İlham müəllim, dönək keçmişəm. Peşə seçimi çox önəmlidir. Tip olaraq özünüz seçmişsiniz, yoxsa mən həkim olacağım deyil, yoxsa evdə ailənin təkidi olub? Təbii ki, burada bir-iki faktor var ki, bunları qeyd etmək istəyirəm. Birinci, mən uşaqlıq illərində orta məktəbdə oxuyarkən, yəni, belə deyək ki, həyatı və dünyanı dərk etməyə daha mükəmməl dərk etdiyim vaxtlarda mən görürdüm ki, həkimlərə xüsusi bir hörmət var. Yəni, o dövrdə həkim şəxsiyyəti və həkim çox müqəddəs sayılırdı, çox, belə deyək ki, yüksək bir peşə sayılırdı. Çünki rayon yerində yaxşı həkim doğrudan da insanların ümid yeridir. Hətta mən Tibb Universitetində oxuyarkən bizim bir dərslik var idi. Operativ cərrahiyyə Litman, müəllifi də məşhur bir alim Litman idi. Orada qeyd olunurdu ki, əgər sən yaşadığın şəhərdə peşəkar həkimlər yoxdursa, xüsusən də cərrah, sən o şəhərdən köç get. Və təbii ki, bu atmosferanı mən görürdüm. Təbii ki, xəstələnirdik, özümüz, valideynlərimiz aparırdılar bizi həkimlərə. Mən həkimlərin ümumi həm geyimində, o xalatı, ağ xalatı uşaqlıq vaxtından xüsusi bir simpatiyam yaranmışdı. Və təbii ki, burada sonra da mənim rəhmətlik anam həkimlik peşəsini çox sevirdi və o da arzu edirdi ki, mən həkim olam. Özüm də kimya və biologiya, belə deyək, Tibb Universitetində daxil olmaq üçün vacib olan əsas fənlərdən biridir. O sahədə fərqlənirdim digər, yəni ki, belə deyək ki, kimya, biologiyanı çox sevirdim. Yəni, hətta biologiyada bir çox imtahan vaxtı da düşən suallar, hazırlaşdığım vaxtda olan o mövzuların hər biri demək olar ki, yadımdadır. Zulalın biosintezi, o prosesin özünün biologiyada təsviri
nəqliyyat, məlumat RNT-lərinin insan həyatında hansı rolu oynadığını və kimya dərsliyində də təbii ki, çox maraqlı proseslər, yəni biraz bu sahədə də yəni daha yaxşı oxuduğum üçün müəyyən yaşa çatanda qərar aldım ki, həkim olam və bu qərarım üçün də heç vaxt peşman olmamışam. İnsanlar həkimlərin peşəkarlığını görür. Bəs ağ xalatın arxasında görünməyən hansı çətinliklər var? Çox sağ olun. Mən sizə çox dərin təşəkkürümü bildirirəm ki, bəlkə də bundan sonra verəcəyiniz suallar da çox əhəmiyyətli olacaq. Amma bu sual hesab edirəm ki, elə bu peşə bayramı günü həkimlərin o belə deyək ki, fədakar əməyini ifadə edə biləcək, onu göstərə biləcək ən yaxşı suallardan biridir. Təbii ki, ağ xalat həkimliyi simvolizə edir, yəni ümumiyyətlə həkimlik peşəsini simvolizə edir. Yəni ağ xalat o qədər müqəddəs sayılır ki, yəni heç bir ləkə götürməməlidir. Bir simvolik bir bunun mənası da var. Çünki təbii ki, ağ xalatı bir çox peşə sahəsində çalışanlar geyinir. Fiziklər də geyir, qənnatçılar da geyinir. Ola bilsin ki, ictimai yaşa obyektlərdə də görürsünüz. Ancaq heç birinin mənəvi ağırlığı və böyüklüyü həkimin əynində olan o xalat qədər deyil. Amma onun arxasında o gizlənən o ağırlıqları, bəli, biz göz qabağına gətirsək, bu çox həqiqi mənada fədakar ömrün və şəxsi həyatın qurban verilmiş bir səhnəsini görə bilərik. Həkimin o, belə deyək ki, ağ xalatın arxasında olan ən böyük, mən deyərəm ki, o fədakarlıqlardan biri məhz xəstənin vəziyyəti ilə, düşdüyü vəziyyətlə əlaqədar empatiyanı yaşamaqdır. Yəni, xəstə ağır vəziyyətə düşür, ölümcül harlardır. Sənin eləyə biləcəyin və tibbi elmin mümkün olduğu müdaxilələrin heç biri onun həyatını xilas edə bilmirsə və qarşındakı ya cavandır, ya uşaqdır və yaxud da qocadır, nənədir, babadır, anadır, atadır, bacıdır, qardaşdır, uşaqdır. Bax, bütün bu ağırlığı, bu empatiyanı yaşamaq tək həkimin bütün emosional, psixoloji və daxili stresinin bütün hamısının kompleks şəkildə onun yaşadığı anlardır. Bax, bunu dərk etmək lazımdır, bunu bilmək lazımdır ki, həkim stres, fiziki ağırlıq, peşə tükənməzliyi deyirlər, tükənmişliyi deyirlər. Yəni, bütün günü, məsələn, olur ki, sən o səhər, axşam, gecə və gündüz elə bir hallar olur ki, sən xəstəxana şəraitindən çıxa bilmirsən və sən hər an xəstənin vəziyyətinin müşahidə altında saxlayıb hansısa bir tibbi bir prosedur icra edirsən və yaxud da ev, ailə, sosial həyat demək olar ki, yoxdur və üstəgəl sənin peşəkar olmağın üçün davamlı tibbi təhsil və bütün bunlar ağ xalat arxasında gizlənən bu ağırlıqlardır. Amma bütün bunlara baxmayaraq, siz həkimləri hər zaman gülərüz, siz həkimləri, tibb işçilərini, məsələn, mən tək həkimləri demək istəmirəm, burada ümumi tibb işçiləri, həkimin təyin etdiyi prosedurları çox peşəkarlıqla icra edən tibb bacısı elə xəstənin müalicəsi və onun sağlamlığı üçün demək olar ki, şərikdir, yəni yaxşı mənada. Və o xəstənin şəraiti üçün, yəni səhiyyədə, tibb müəssisələrində çox tullantılar olur, çox digər bir çirklənmələr olur. Bunları heç bir fərq qoymadan fədakarlıqla onu təmizləyən, onlara xidmət edən kiçik tibb işçiləri, biz sanitarlar deyirik və yaxud da xəstənin daşınması prosesində peşəkarlıqla o avtomobili idarə edən sürücümü və yaxud da digər texniki işçilərmi, yəni tibb ictimaiyyəti adına olan hər bir insanın əməyinin arxasında bəlkə də heç bir peşələrdə, bəlkə də yox, müqayisəsiz şəkildə qeyd edərik ki, olmayan bir fədakarlıqdır. Yəni, amma bugün də gəlin onu qeyd edək ki, ölkəmizdə bugün sözün həqiqi mənasında da
çox mürəkkəb tibbi əməliyyatlar icra olunur. Və o icra olunan əməliyyatların hər biri insanı yenidən həyata qovuşdurur. O xəstə ayağa durub, o xəstə tam sağalıb evə gedənə kimi həkim bax onunla bərabər o halı, o vəziyyəti yaşayır. Mümkün deyil ki, yəni bu hal mümkün olmasın ki, xəstənlə bərabər o tam... Məsələn, mən özüm də həkim işləmişəm. Xəstələrimiz, mən belə deyim ki, ixtisasca həkim, yəni diplomum deməli, müalicə profilaktika fakültəsini həkim işi üzrə bitirmişəm, təyinat almışam, həkim gastroenteroloq, endoskopist ixtisasında olmuşam və xəstələr sağalanda, xəstələr yaxşı olanda, inan ki, həkim ondan çox sevinir. Çünki o əməyinin bəhrəsi, həm də bilirsiniz nədir? Həkimlərin hər birinin içində, hər bir həyata keçirdiyi prosedurdan sonra özünə böyük bir inam, güvən yaranır ki, mən bunu bacardım. Yəni, bu insan ayağa qalxdı, sağ-salamat evinə getdi. Biz 1990-cı illərə qayıtsaq, hansı ki, müasir avadanlıqlar yox idi və peşəkar həkimlərimizin olmasına baxmayaraq müasir avadanlıq yox idi, müharibə dönəmində yaşayırdıq. Amma o illərdə həkimlərin peşəkarlığını gördük. İstəyirəm 90-cı illərdən danışaq. Bəli, bu da çox maraqlı sualdır. Çünki mən 90-cı illərin, belə deyək ki, ən kəskin bir dövrü, yəni ölkəmizin keçən əsrin 90-cı illəri Azərbaycanın ictimai-siyasi həyatının və onun müstəqilliyi, yenicə müstəqilliyi əldə etmiş bir dövlətimizin o müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxt idi. Xaos, anarxiya, müstəqilliyimizin itirilməsi üçün cəhd edən həm daxili, həm xarici qüvvələrin deməli səyi və Azərbaycanda bir tərəfdən separatizm, torpaqlarımızın işğal olunması, qaçqınlar, məcburi köçkünlər və təsəvvür edin ki, belə bir halda bütün ölkənin bir xaos biridiyi bir vaxtda o emosional gərginlik, psixoloji gərginlik, bunlardan irəli gələrək insanların səhhətində yaranan problemlər, müharibədə, yəni torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, şəhid olan insanlar, onların ailələri, yəni bütün cəmiyyəti elə bir hal bürümüşdü ki, burada da görünən ağ xalatlı həkimlər idi. Yəni bunun mərkəzində, proseslərin mərkəzində onun fəal iştirakçı həkimlər idi və təvazökarlıqdan uzaq olsa da mən həmin illərdə yəni institutu yenicə bitirmişdim və aktiv fəaliyyət göstərdim Yevlax Mərkəzi Şəhər Xəstəxanasında. Yəni o mənzərə, siz 90-cı illərə qayıtsaq necə görərdik mənzərəsini, bəlkə də Yevlaxdakı qədər, yəni Yevlax Qarabağın qapısı idi. Torpaqlarımız artıq işğal olunurdu Qarabağ tərəfdə. Şuşa işğal olunmuşdu, Laçın, Kəlbəcər, təsəvvür edin ki, Xocalı hadisəsi baş vermişdi və mərkəz isə artıq Yevlax idi. Yəni, bütün orada yaralılar, şəhid olanların, məsələn, dəfn olunması üçün proseslər, onların, yəni, belə deyək, morqda onların hazırlanması, hamısı demək olar ki, Yevlaxda həyata keçirdi və bizim Yevlax Şəhər Xəstəxanasının bütün kollektivi həkimindən tutmuş tibb işçisinin hər bir o mərtəbələrinə qədər olan insanların hamısı səfərbər olmuşdu bu xidmətə. Və üstə gələk, burada ayrı-ayrı, belə deyək ki, dəstələrin var idi, quldur dəstələri var idi. Həm yerli səviyyədə, həm ölkə səviyyəsində ayrı-ayrı hakimiyyət uğrunda mübarizə aparan klanların dəstələri və bunlar arasında baş verən mübarizələr, münaqişələr bu xəstəxanada həkimlər onun şahidi olurdu. Atışmalar, küçənin ortasında avtomatla insanlar bir-birini gülləliyirdi. Döyüş bölgəsində şəhid olan, yaralanan insanları bəzən başı pozuqluq, yəni ordu yox idi. Bir insanı 50 adam gətirirdi, həkimləri təhdid edirdilər, vururdular, döyürdülər, öldürməklə hədəliyirdilər, məcbur edirdilər mümkün ola bilməyəni və təbii ki, bütün bunların fonunda da
təchizatın tamamilə olmaması, yəni hər bir şey həkimlərin fədakarlığı ilə, amma bunun qarşısı alınırdı. Yəni mən xatırlayıram, biz Yevlaxın hava limanında o vaxtı bir ştab yaradılmışdı. Biz həkimlər orada növbədə olurduq və bizim Qarabağda gedən döyüşlərdə yaralanan, şəhid olan insanlar mərkəzləşdirilmiş halda həmin hava limanından Bakı şəhərinə göndərilirdi, hospitallara. Oradakı dəhşətli mənzərənin, yəni doğrudan da görmək və həkimlərin üstləri tamamilə qan içində, yəni orada heç bir əzmkarlıq var. Yəni bilirsiniz, həkimlər yəni bütün gözlər həkimlərə və tibb işçilərinə dikilmişdi. Ümid yeri idi. Yəni o mənzərəni təbii ki, bizə qulaq asan bizim tibb işçiləri bunu çox yaxşı xatırlayırlar. Təbii ki, 20 yanvarda Rus şovinistlərinin, Rus imperialist dövlətinin o vaxtı Azərbaycanda həyata keçirdiyi o qanlı 20 yanvar hadisəsində biz onu xronikadan görürük ki, həkimlərimiz rəhmətə getdi. Həkimlərimizin təcili yardım maşınlarının üzərindən tanklar keçirdi. Yəni bütün bu səhnələri biz hamısını görmüşük. Və bütün bunları görəndən sonra Azərbaycan səhiyyəsinin qısa bir dövr ərzində, belə deyək ki, tarix üçün bu 30 il çox az bir vaxtdır. Amma bugün Azərbaycan səhiyyəsi beynəlxalq səviyyədə öz sözünü deyir. Azərbaycanda icra oluna bilməyən ağır cərrahi əməliyyatlar artıq yoxdur. Yəqin ki, sualımız, söhbətimiz əsnasında biz bunlara da qayıda bilərik. Nələr olur Azərbaycanda həyata keçirilir. Və bütün bunlara görə biz Ulu öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik. Biz torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Və biz möhtərəm cənab prezidentimizin son 200 ildə erməni faşizminə, erməni ekspansionizminə qarşı bu Azərbaycan xalqının apardığı bu mücadilədə, yəni ki, onların təsiri ilə xalqımızın başına gətirilən müsibətlərə son qoyaraq bizi qalib dövlətə, qalib xalqa çevirən möhtərəm cənab prezidentimiz İlham Əliyevə xüsusilə onun əməyini yüksək qiymətləndirərək təşəkkürümüzü bildiririk. Bəlkə də bizə birdən elə gəlir ki, elə bunlar belə də olmalıymış. Amma bu belə deyil axı. Bu möhtərəm cənab prezidentimizin, ulu öndərimizin ona ərmağan etdi və Azərbaycan xalqına ərmağan etdiyi, vəsiyyət etdiyi bu Azərbaycanı, belə deyək ki, dünya xəritəsində bir Azərbaycan bəlkə də zərrə qədər görünür. Amma bugün, indi bu siyasi veriliş deyil, amma biz o siyasi aspektlərə toxunsaq, bugün Azərbaycan dünya xəritəsində elə dünyanın özü qədər böyükdür. Bugünkü siyasətin nəticəsidir. Bəli. Cənab prezident. Bəli, möhtərəm cənab prezidentimizin bu siyasəti bugün mən qeyd edərəm ki, xüsusilə Azərbaycan xalqı minnətdar olmalıdır. Azərbaycan xalqı cənab prezidentin əməyini, xidmətlərini heç vaxt unutmayacaqdır. Və Azərbaycan səhiyyəsinin inkişafı üçün görülən işləri isə biz xüsusilə qeyd etməliyik ki, yəni belə deyim ki, bugün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada müasir standartlara cavab verən tibb xəstəxanalar və tibb müəssisələri olmasın. Bugün əgər bizim regionlarda ağır əməliyyatlar həyata keçirilirsə və biz xüsusilə Vətən müharibəsi devrində Azərbaycan səhiyyəsinin o gücünü gördük. Azərbaycan həkiminin, Azərbaycan tibb işçisinin biz gücünü gördük. Və bütün bunları ümumiyyətlə ümumiləşdirəndə Azərbaycan səhiyyəsi özünə məxsus bir belə deyək ki, məktəbi olan Azərbaycan səhiyyəsi, yəni mən bunu Sovetlər dönəmindən, yəni müstəqillik, yəni o vaxtı biz SSR-nin tərkibində idik, yəni o vaxtlardan Azərbaycan xalqının ziyalısının, Azərbaycan xalqının belə deyək ki, yəni biz sübut etdik və biz göstərdik ki, biz ziyalı xalqıq, biz elmli xalqıq, elmli millətik, yəni biz Azərbaycanlıyıq və o dövrün özündə ittifaq miqyasına səs salan çox məşhur həkimlərimiz olubdur bizim, yəni Topçubaşov, Əziz Əliyev, Zərifə xanım Əliyeva biz
aprel ayında Zərifə xanım Əliyevanın yəni anım mərasimlərində, doğum günündə keçirilən, ölkə miqyasında keçirilən tədbirlərdə iştirak edərkən bir xanımın zərif çiyinləri üzərində həm ailənin qayğıları, amma həm də Azərbaycan tibb elminin ağır yükünü necə çəkdiyini, yəni biz onun fəaliyyətində görürük ki, məsələn, bir çox məsələlər var ki, orada Zərifə xanım Əliyeva ümumiyyətlə oftalmologiya elminə dünyada ilk olan, ittifaqda ilk olan yenilikləri gətiribdir. Və bu sadəcə bir ömrün, bir həkim ömrünün o şam kimi əridərək o xalqına, belə deyək ki, həsr etdiyi bir ömürdür. Və o timsalda Azərbaycan həkimi bir örnək olaraq bugün o yolu şərəflə keçir. Dediniz ki, 30 il keçdi. 30 il keçdi və biz 2016-cı il aprel döyüşlərini gördük. 2020-ci il Vətən müharibəsini gördük. Pandemiyanı yaşadıq. Bu illərdə də həkimlərimizin o peşəkarlığını gördük, hiss etdik. Artıq müasir avadanlıqlar var idi. Böyük əməliyyatlar icra olunurdu bugünkü gündə. İstəyirəm bura qayıdaq, hansı ki 2020-ci il Vətən müharibəsinə. Çox sağ olun. Bu da çox gözəl sualdır. Əslində elə siz o keçirilmiş yola qiymət vermək üçün belə deyək ki, əsas sualı verirsiniz ki, bəs bəli, biz indi keçmişi baxdıq və irəliyə baxanda biz nə görürük? Biz irəliyə baxanda elə bir inkişaf səviyyəsinə çatmış Azərbaycan səhiyyəsini görürük ki, bununla sadəcə olaraq insan qürur duyur. Yəni, belə deyək ki, 20-ci ildə, 16-cı ildə təbii ki, aprel döyüşlərində bizim qısa müddətli bir döyüş və hesab edirəm ki, gələcək Azərbaycanın qələbəsinin əsası qoyulan bir aprel döyüşlərində, bəli, Allah şəhidlərimizə rəhmət eləsin və o döyüşdə mən təsəvvür edirəm ki, o qanlı müharibədə yenə də Azərbaycan həkimlərinin böyük fədakarlığı, elmi biliyi sayəsində bir çox yaralılarımız öz sağlamlığına qovuşdular. Və 20-ci ildə isə Azərbaycan səhiyyəsi, tək Azərbaycan səhiyyəsi yox, dünya, bəşəriyyət özü, yəni görünməmiş, ağla gəlməyən, təsəvvür edə bilmədiyimiz bir bəla ilə, COVID-19 pandemiyası ilə qarşılaşdı. Yəni artıq aprel ayında, 20-ci ilin mart ayında bütün dünya üzrə bu pandemiya artıq bütün ölkəni, bütün dünyanı qapatmışdı. Yəni belə bir halda nədən başlamalı, nə etməli sualına dünya cavab axtarırdı. Və həmin vaxtı möhtərəm cənab prezidentimizin cəsarətlə irəli çıxması, möhtərəm cənab prezidentimizin ilk dəfə olaraq bütün dünyaya belə bəşəriyyəti cənginə alan bu bəlaya qarşı birgə mübarizə aparmağın vacib olduğunu möhtərəm cənab prezidentimiz ilk dəfə bəyan etdi, yəni çağırış etdi. Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalqına çox duyğusal bir müraciət etdi. Yəqin ki, hər birimiz xatırlayırıq və çıxışının əvvəlində o qeyd etdi və bir misal çəkdi ki, məşhur bir divan yazıcısı var, Nassim Talib. Onun Qara Quş əsərində ümumi onun leitmotivi ondan ibarətdir ki, heç kim hansısa bir hadisəni və ola biləcəyi qabaqcadan planlaşdırıb onun qarşısını ala biləcək bir variantı işləyib tapa bilməz. Yəni, bu mümkün deyil. Yəni, və biz bunun şahidi olduq ki, yəni, nə isə qabaqcadan önləmək, sən demə, heç də, yəni, və planlaşdırmaq bu da mümkün deyilmiş və belə bir halda, yəni ki, bugün biz təsəvvür edə bilməzdik ki, tibbi texnologiyanın, müasir tibbin bu qədər inkişafı və buna hazır olmaq, yəni bu düşülən vəziyyətə hazır olmağı heç kim təsəvvür edə bilməzdi ki, yəni nə olacaqdır, yəni bu miqyasda. Və tibbi texnologiyanın belə inkişaf etdiyi bir vaxtda təsəvvür edə bilməzdik ki, biz yəni ki, tibbi bir mikrobun, yəni ki, infeksiyanın əlində bütün bəşəriyyət aciz qala biləcəkdir. Və təbii ki, Azərbaycanın
möhtərəm cənab prezidentimizin Azərbaycan dövlətinin gücü, qüdrəti və Azərbaycan həkiminin fədakarlığı bu dəhşətli bəladan bizim çox az itkilərlə çıxmağımızı şərtləndirdi. Və heç də təsadüfi deyil ki, xatırlayırıq, məhz həmin vaxtı möhtərəm cənab prezident həkimlərimizin fədakar əməyini, bax, bizim sizlə çəkiliş apardığımız, bax, bu binada, bax, bunun böyük zalında həkimlərin fədakar əməyini həm möhtərəm cənab prezidentimiz, həm Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ayaq üstə alqışladı. Hesab edirəm ki, bundan böyük qiymət ola bilməz və onların yüksək qiymət verdi. Və qısa bir zamanda artıq biz son 200 ilin ən böyük bəlasına qarşı bizim üçün ən böyük bəla, o pandemiyadan da dəhşətli sayıla biləcək vətənimizin azadlığı uğrunda, yəni erməni faşizminə qarşı xalqımız möhtərəm cənab prezidentimizin bir çağırışı ilə ayağa qalxdı və qısa müddətdə, yəni bugün hibrid müharibəsi sayıla biləcək, yəni o müharibədə müxtəlif müasir texnologiyalardan istifadə olunan o müharibədə təbii ki, bizim çoxlu yaralılarımız oldu və o yara şəhidlərimiz oldu. Mən sizə qeyd edim ki, mən tez-tez öz Yevlax rayonunda olurdum. Bu, həm pandemiya vaxtı Yevlax Mərkəzi Şəhər Xəstəxanası ətraf regionlar üçün bir mərkəz yəni ki, yaradılmışdı, bir xəstəxana kimi. Və İkinci Vətən müharibəsində də Yevlax Mərkəzi Şəhər Xəstəxanası tamamilə qospital rolunu oynayırdı, hərbi qospital rolunu oynayırdı. Siz inanın ki, ora yüzlərlə yaralılar gətirilirdi. Siz inanın ki, o yaralıların yenidən sağlamlığına qovuşması üçün nə qədər bizim mərkəzdən təhkim olunmuş və o bütün müharibə dövrünü orada keçirən, könüllü xarici ölkələrdən gələn bizim soydaşlarımız olan həkimlərimiz və öz həkimlərimiz bizim şanlı ordumuzun əskərlərinin, vətənimizin xilaskarlarının sağlamlığı keşiyində necə dayanırdılar. Və təchizat məsələsi, siz təsəvvür edin ki, o Yelizarov aparatı deyirlər, hansı ki, oynaqda, yəni ayaqda, bilirsiniz ki, ermənilər tərəfdən ən çox bu mina atanlar, minamyot deyil, onlarla çox peşəkar istifadə edib, bizə çoxlu qəlpə ayaqda, bədəndə olan qəlpə yaralarla çox idi xəstələr. Yəni, onların ayaqlarının kəsilməməsi, onların müxtəlif əzalarının, orqanlarının salamat qalması üçün həkimlərimiz elə böyük fədakarlıq etdi. O təminat ola biləcək həmin o Yelizarov aparatı, digər texniki vasitələr, rengeni, müasir yanaşmaları, bütün dərman vasitələri, sarğı dərman və sarğı materiallarının hamısı ilə Azərbaycan dövləti tərəfindən heç kimdən kömək almadan Azərbaycan dövləti bunu möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə həm pandemiyaya qarşı, mikroblara qarşı mübarizədə, həm də mikrob olan bu düşmənlərimizə qarşı mübarizədə Azərbaycan xalqı, cəmiyyəti bütün sahələrdə səfərbər oldu. Amma bunların içərisində o ağ xalatın işığı, o ağ xalatın nuru xüsusilə fərqli seçilirdi və görünürdü. Bugün Azərbaycanda İlham çox uğurlu əməliyyatlar icra olunur. Zamanında hansı ki, yerli vətəndaşlar daha çox xaricə üst tuturdu ki, o əməliyyatlar orada icra olunur. Amma bugün Azərbaycanda icra olunur. O əməliyyatlardan istəyirəm danışaq. Bəli, çox sizin suallar doğrudan da bizim əslində bugünkü verilişimizdə səhiyyə işçilərinin, tibb işçilərinin peşə bayramı günündə qürurla danışa biləsi bir çox məqamlar var. Həm də bu bizim üçün, həkimlər üçün bir motivasiyadır ki, biz bunu bacardıq, biz bunu etdik. Möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə onun bütün, deməli, belə deyək, ulu öndərimizin bizə ərmağan etdiyi və belə deyək ki, ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycanın bütün sahələr üzrə inkişaf konsepsiyasını işləyib hazırlamış və onlardan da ən əsası səhiyyə və o səhiyyə bugün doğrudan da dövlətin diqqəti və qayğısı ilə məsələn bu səviyyəyə gəlib çatmışdır. Bunların içərisində mən qeyd edərəm ki, möhtərəm cənab prezidentimizin siyasi iradəsinin
zirvəsi sayıla biləcək icbari tibbi sığortanın qısa müddət ərzində bütün ölkə üzrə yayılması, genişləndirilməsi və artıq icbari tibbi sığorta zərfinin içərisində 3500-dən yuxarı tibbi əməliyyat, tibbi xidmətin həyata keçirilməsi və bunların da içində çox əhəmiyyətli bir hissəsi məhz maliyyəsi çox, amma icrası mürəkkəb olan tibbi əməliyyatların həyata keçirilməsidir. Bugün doğrudan da orqan transplantasiyası ölkəmizdə, yəni belə deyək ki də, əməliyyatların içərisində ən belə deyək ki, çətin olan orqan transplantasiyası əgər uğurla həyata keçirilirsə və bugün tibbi xidmətlər zərfinin içərisində oynaqların endoprotezləşməsi o avadanlıqlarla həyata keçirilirsə, siz təsəvvür edin ki, endoprotezlərin özünün qiyməti çox bahalıdır. Yəni, bu günlərim əgər Azərbaycan səhiyyəsinin yeni trendi olan və insanların sağlamlığa qovuşmasının çox qısa yolunu müəyyən edən və Azərbaycanın peşəkar həkimləri tərəfindən icra olunan invaziv cərrahiyyənin bugün ölkəmizdə həyata keçirilirsə, niyə görə insanlarımız xarici ölkələrə üz tutmalıdır və bugün artıq öz məktəbi olan, yəni ilk dəfə başlayan, yəni müasir tibbin belə ilk başlanğıcında istiqamət götürən ürək xəstəlikləri üçün ümumiyyətlə xarici ölkələrə daha üz tutan yoxdur. Çünki bu sahədə Azərbaycanın, mən deyərəm ki, öz məktəbi var, öz peşəkar həkimləri var. Mən sizə bir məsələni də burada bu sualınıza görə qeyd edim. Deməli, mən ilk dəfə, deməli, yəni işlədiyim tibb müəssisələrindən biri də məhz Mərkəzi Klinik Xəstəxana olmuşdu. Yəni, onun ilk açılışında fəaliyyətim orada olmuşdu və xatırlayıram, bugün Azərbaycanın bir çox böyük tibbi mərkəzlərində çalışan və bugün ölkədə səhiyyə ictimaiyyətində xüsusi çəkisi, yeri olan həkimlərimizin, tibb işçilərimizin böyük əksəriyyəti məhz o mərkəzdə yetişmişdi və bu günlərim müxtəlif tibb müəssisələrində uğurla fəaliyyət göstərirlər və o devirdə ilk dəfə açıq ürək üzərində əməliyyat məhz Mərkəzi Klinik Xəstəxanada o vaxtı gənc olan Kamran Musayev tərəfindən, professor Kamran Musayev tərəfindən icra olundu və onda biz Kamran müəllimlə peşə belə həmrəylimizdən başqa şəxsi dostluğumuz da var və mən o vaxtı dedim ki, Kamran doktor, siz artıq Azərbaycanda bir ilki imza atdınız. Yəqin ki, bu Azərbaycan səhiyyəsi tarixində sizin adınız qeyd olunacaq. Dedi, yox, mən hələ arzuma çatmamışam və mənim arzum o vaxt reallaşar ki, yəni mən qarşıya qoyduğum hədəfim məhz mən ürək köçürməsi əməliyyatını Azərbaycanda icra edə bilərəm. Və nə sevindirici haldır və bugün biz, yəni bu illərin biz bu sevinci yaşadıq. Yəni bilirsiniz, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, onun orqan transplantasiya mərkəzinin, yəni yeni yaradılmış publik hüquqi şəxsin, yeni mərkəzin, deməli, orqan transplantasiya mərkəzinin çox peşəkar, çox yüksək səviyyədə, dünya standartlarına cavab verən bir peşəkarlığı ilə o mərkəzin direktoru, hörmətli Yeganə xanım, onun komandası və Mərkəzi Klinik Xəstəxanada Kamran Musayev, professor Kamran Musayev və onun komandası məhz donordan, deməli, meyit donordan ilk dəfə olaraq ürəyi gənc bir, yəni həyata böyük ümid, sevinclə baxan bir Azərbaycan gəncinin ürəyini, yəni o ürək köçürməsi əməliyyatını. Bilirsiniz, bu nə qədər böyük sevincdir. Əgər səhiyyənin inkişafı və qısa müddət ərzində ikinci bir ürək yenə də köçürülməsi həyata keçirildi. Bu, bilirsiniz nə deməkdir? Bu, ümumiyyətlə, beynəlxalq standartlara, yəni dünyada səhiyyənin inkişaf edən standartları var. Onu müəyyən edən indikatorlar var. Və təsəvvür edin ki, bütün bunlara cavab verən bir əməliyyat əgər Azərbaycanda keçirilirsə, mən elə gəlir ki, bizim başqa bir sübuta ehtiyacımız yox. Təbii ki, bugün Azərbaycanda səhiyyə siyasətini həyata keçirən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu istiqamətdə böyük dəstəyini xüsusilə qeyd etmək lazımdır. Mən çıxışımın əvvəlində qeyd etdim ki, islahatlar daimi davam edir. Amma islahatların hər biri
Azərbaycan insanının səhiyyəyə rahat və əlçatan, keyfiyyətli və əlçatan səviyyədə xidmətlərindən yararlanmasıdır. O da bugün göz qabağındadır. Məhz bu peşə bayramı günündə biz bunu xüsusilə qeyd edə bilərik və qaraciyər köçürməsi, sümük iliyi köçürülməsi, əzələlərdə olan müxtəlif prosedurlar və Milli Onkologiya Mərkəzində həyata keçirilən çox mürəkkəb onkoloji xəstəliklər, müayinələr, yəni bu günlərin bütün bunlar hamısı Azərbaycan səhiyyəsinin çox böyük uğurlarının bir göstəricisidir. İlham müəllim, bugün Tibb Universiteti ilə İctimai Şurada belə desək öz bilik və bacarıqlarınızı Mən Tibb Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının sədriyəm. Yəni mən bir ictimai vəzifəmdir bu. Milli Məclisdə Səhiyyə Komitəsinin üzvü olaraq və eyni zamanda da Tibb Universitetində Tibb Universiteti rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədriyəm. Şuramızın 9 nəfərdən ibarət üzvü var. Müxtəlif qurumlardan, müxtəlif yara təşkilatlardan, qeyri-hökumət təşkilatları, mətbuat və elə universitetin özünün içərisindən olan insanlardan bir nəzarət funksiyasını və məsləhət funksiyasını həyata keçirən bir qurumdur və etimad göstərib məni ora sədr seçiblər. Orada işlər necə gedir? Bilirsiniz, əslində bizim çox gözəl sualdır bu da. Bizim bugün Azərbaycan səhiyyə sistemində olan islahatların mən hesab edirəm ki, ən ümdə bir halı da tibbi təhsilin, Azərbaycanda tibb təhsilinin yüksək səviyyədə qurulmasıdır və çünki bizim Azərbaycan Dövlət Tibb Universiteti öz ənənəsi olan ittifaq daxilində, öz ənənəsi olan, çəkisi olan xüsusi bir universitetdir. Yəni, necə ki, biz indi birdən deyirik, dünyanın beynəlxalq standartlara cavab verən Oxford, Cambridge. Bu elə bizim Azərbaycanda bir neçə universitetlər də var ki, onlar öz ənənələri ilə, orada çalışan alimlər, yəni belə deyim, ölkə miqyaslı, ittifaq miqyaslı alimlər, yəni orada dərs deyiblər, yəni böyük bir savadlı həkim ordusu yetişdirilib və bu gün də Azərbaycan Dövlət Səhiyyə Nazirliyinin dəstəyi ilə bu günlərim Azərbaycan Dövlət Tibb Universitetində tədrisin ən yüksək keyfiyyətləri tətbiq olunmağa başlayıbdır. Yəni, əsas məqsəd və hədəf bu günlərim odur. Yeni, müasir tədrisin yaradılması, Azərbaycanda tibb təhsilinin nəinki ölkə daxili vətəndaşlarımızın təhsil aldığı bir yerdir. Bugün xarici ölkələrdən təhsil almaq üçün ölkəmizə üz tutan deməli, tələbələri oxuyan ən böyük universitet və ən çox sayılan məhz Azərbaycan Dövlət Tibb Universitetidir. 8800-ə yaxın, 8800 rezident və doktorantı var. Və bu günlərim tibbi, stomatoloji və əczaçılıq üzrə belə ki, dünyanın akkreditasiya və reyting agentliyi var, müstəqil. Məsələn, Independent Agency for, belə bir deyək ki, bu hissədə belə deyəm ki, müstəqil bir təşkilatı, onun adı müstəqil ekspertlər, yəni müstəqil bir təşkilatdır, yəni bu reyting müəyyənləşdirir, bu onlara müəyyən bir akkreditasiya verir ki, sən beynəlxalq standartlara cavab verirsən. Bax, bunun reyting və akkreditasiyasını alan, yəni Azərbaycan Dövlət Tibb Universiteti 2022-ci ildə məhz tibbi, stomatologiya və əczaçılıq üzrə bu akkreditasiyadan keçmişdir. Yəni, bu o deməkdir ki, Azərbaycan Tibb Universitetində beynəlxalq səviyyədə tibb təhsili tədris olunur və bu günlərim o dünyada diplomu tanına biləcək bir haldadır. Yəni, həmin o təşkilat, hansı ki, beynəlxalq tibbi, deməli, biliklə, tibbi tədris bir şurasının, deməli, federasiyasının tərkibində
yaradır, yəni onun tanıdığı bir təşkilatdır. Bu kiçik bir məsələ deyil, bu hansısa bir tanışlıqla, yaxınlıqla yox. Orada standartlar var, orada indikatorlar var. Sən o indikatorlara cavab verə bilirsənmi? Sən bu standartları əldə etmək üçün hansı addımlar atmısan? Və bütün bunlar gətirib ona çıxardıb ki, bugün Tibb Universitetində doğrudan da yüksək səviyyədə tibbi təhsil tədris olunur. Onun maddi-texniki bazası, yəni onun akademik fəaliyyəti ilə yanaşı bu günlərin elmi tədqiqat və beynəlxalq səviyyədə əməkdaşlıq çərçivəsində gördüyü çox möhtəşəm işlər var. Yəni ki, yeni-yeni fənlər yaradılır, yeni-yeni fakültələr yaradılır. Tibb bacılığı fakültəsi, yəni bu akademik səviyyədə tibb işçilərinin həm həkim, həm tibb bacısı səviyyəsində xidmətini, yəni insanların keyfiyyətli, biz deyirik ki, bugün Azərbaycan dövlətində səhiyyənin, islahatların əsas hədəfi deməli, məhz keyfiyyətli və əlçatan tibbi xidmətə yararlanmaqdır. Yəni, bu sahəyə xidmət edən bütün sistem tam Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi altında tam fəaliyyət göstərir. Yəni, Azərbaycan dövlətinin, müstəqil Azərbaycan dövlətinin müasir və innovasyon siyasətini müəyyən edir və yolumuzun doğru olduğunu göstərir. İlham müəllim, bugün Bayraqdarda biz onları xatırlamasaq olmaz. Hansı ki, Vətən müharibəsində şəhid olan qardaşlarımız, bacılarımız 90-cı illərdə, aprel döyüşlərində, 2020-ci il Vətən müharibəsində mütləq şəkildə bugün onları xatırlamalıyıq. Bəli, bu çox təəssüf ki, çox təəssüf edirik. Yəni, Allah şəhidlərimizə rəhmət eləsin. Biz həm 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan bizim övladlarımız, şəhid olan tibbçilərimiz və istər 2-ci Qarabağ müharibəsində bütün Azərbaycan şəhidlərinin, şanlı ordunun əskərləri, mülki vətəndaşlar və eyni zamanda şəhid olan tibbçilərinin həmişə hər zaman hörmət və ehtiramla anırıq və hər zaman onların ruh qarşısında baş əyərək və onlara sizin zəhmətiniz, sizin əziyyətiniz hədər getmədi. Canınızdan, qanınızdan da artıq sevdiyiniz Azərbaycan bugün yaşayır, inkişaf edir. Və təbii ki, bütün bunlara görə biz torpaqlarımızın azadlığı uğrunda canını qurban etmiş hər bir şəhidin ruh qarşısında baş əyirik. Amma təəssüf ki, bu belə olmuşdu. Bu günlərin Azərbaycanın həkimi, tibbçisi məhz vətənin ağır günündə geri durmadı. Ön cəbhədə oldu. 159 tibbçisi yaralanıb. 44 tibbçisi şəhid olub. Bunlardan 11-i həkimdir, 27-si deməli felçer və bir qalan hissəsə, deməli yerdə qalan hissəsə 16 nəfərsə, deməli buradan 7 nəfərsə deməli tibb işçisidir, yəni belə sanitar deyirik biz, tibb təlimçisi. Çox təəssüf edirik ki, yəni bu belə olmuşdu, amma təbii ki torpaq vətən uğrunda ölən varsa, yəni vətəndir. Yəni bu belədir. Çox təəssüf ki, həm mülki şəxslərimiz, həm əskərlərimiz şəhid oldular. Amma Azərbaycan həkimi, Azərbaycan tibbçisi xüsusilə fəallıq göstərdi və onların həm o bizim oğullarımızın sağlamlığına qovuşması müharibədən sonra da göstərdiyi bir fəaliyyət. Amma çox təəssüf ki, bu belədir. Biz onların hər birini hər zaman, hər bir ölkəmiz üçün əlamətlər olan günlərdə onları hər zaman yad edirik, anırıq. Onlar tək övladlar, onlar tək öz valideynlərin övladları deyil, onlar bütün Azərbaycanın fəxri, qüruru və övladlarıdır. Və bu həm Səhiyyə Nazirliyi tərəfindən, həm Tibb Universitetində mən dəfələrdən iştirak etmişəm. Yəni, bu əlamətlər günlərdə bizim şəhid tibbçiləri həmişə anılır, hörmətlə yad edilir. İlham müəllim, çox təşəkkür edirəm. Bugün Bayraqdar layihəsində qonaq oldunuz. Bizimlə bugün 17 iyun Tibb İşçilərin Peşə Bayramını bərabər bax belə maraqlı söhbət etdik və onları təbrik etdik. Sözünüz varsa buyurun, elə tibb işçilərimizi özünüz təbrik edin. Təbii ki, biz çox sağ olun ki, əvvəla bugün bizi dəvət etdiniz və mən qeyd edəm ki, istər
pandemiya və bəşəriyyəti bürüyən pandemiya vaxtı, istərsə vətən müharibəsi vaxtı Azərbaycan həkiminin fədakar əməyi onu göstərdi ki, ulu öndərimizin dediyi kimi sağlamlıq dövlətin və xalqın ən qiymətli dəyəridir və Azərbaycan tibbçisi o dəyəri qoruyaraq bizim sağlamlığımızın, bizim həyatımızı qorunan bir qalası obrazında yaşadı. Bu fədakar əməyi yüksək qiymətləndiririk. Yəni, əziz həkimlər, sizin əməyiniz hər zaman hörmətlə, ehtiramla Azərbaycan xalqının ürəyindədir, Azərbaycan xalqının diqqətindədir. Bəzən sizin əməyinizi hansı epitetlərlə, hansı bir ifadələrlə ifadə edək, biz ona söz tapa bilmirik. Amma bugün sözün həqiqi mənasında ulu öndərimizin dediyi kimi sağlam cəmiyyət elə dövlətin təhlükəsizliyidir və siz dövlətimizin, millətimizin, xalqımızın təhlükəsizliyinin keşiyinizdə həmişə ayıq-sayıq durmusunuz. Sizin əməyiniz var olsun, biz sizi sevirik, biz sizi hər zaman alqışlayırıq və arzu edirik ki, bundan sonra da sizin uğurlu fəaliyyətiniz, sizin peşəniz insanların qəlbində həmişə bir, o belə deyək ki, ümid, sevinc və bir fərəh versin.